Belində çox dəhşətli ağrılar, bir ayağına verən ağrılar, ayağında keyləşmə olan insanlar bir çox hallarda çox tez xüsusi fəqərə disklərinin əməliyyatlarına girirlər. Lakin buradan qeyd etmək istəyirəm ki, hər fəqərə diski problemləri, yırtığı, protruziyası əməliyyat olunmamalıdır. Bəs əməliyyata göstərişlər hansıdır? Ümumiyyətlə, əgər sizin belinizdə ağrı, bir ayağınızda ağrı, çox dəhşətli keyləşmə, ağrılar varsa, bu ya fəqərə disklərindəki protruziya, ya yırtığın əlaməti ola bilər. Protruziyalar ümumiyyətlə əməliyyata göstəriş deyil, yalnız yırtığın, yəni fəqərə diskinin yırtığını xüsusi hallarda əməliyyat eləmək tövsiyə olunur. Nə zaman? Yəni sizdə hətta dəhşətli ağrı və keymə varsa belə, bu əməliyyata göstəriş deyil. Əməliyyatın göstərişləri ayaqda ağrı və keyləşmə ilə yanaşı güc itkisinin olması, yəni siz artıq axsıyırsınız ağrıya görə yox, ayağınızda gücün itməsinə görə pilləkən qalxıb düşə bilmirsiniz, artıq ayağınızı yerə basa bilmirsiniz və eyni zamanda sizdə arıqlama, atrofiya gedirsə, əzələlərdə atrofiya gedirsə, bu deməkdir sinirə çox yüksək dərəcədə baskı var. Sinir artıq zədələnir və bunu təcili sürətdə əməliyyat etmək lazımdır. Digər istənilən hallarda, hətta dəhşətli ağrı və keymə varsa belə, əməliyyat üçün göstəriş deyil. Xüsusi fizioterapiya, reabilitasiya üsulları ilə, xüsusilə müasir reabilitasiya üsulları ilə və bir də belə vurulan xüsusi iynələr vasitəsilə biz sizi bu ağrılardan və keyləşmələrdən asanlıqla azad eləyə bilərik və sizə gələcəkdə düzgün həyat tərzi başa salmaqla sizi gələcəkdəki yırtıq və protruziyalardan azad olmasına kömək eləyə bilərik.